Axşamınız xeyir olsun, hörmətli Şahmar Salman YouTube kanalının hörmətli, dəyərli izləyiciləri. Şahmar Salman olaraq mən də, belə deyim də sizlərə, əziz, hörmətli, gözəl, dəyərli izləyicilər. Bizim bu Muay Thai Federasiyasının prezidenti, deməli, Araz Musayev qardaşımız, 9 qat dünya çempionu, Türkiye'nin Antalya şəhərində bildiyiniz kimi bıçaqlanmışdı. 5 parmaqla vurublar. Sonra da kürəyindən və qarın nahiyəsindən, bir də boynundan bıçaqlanıbdı. Belə deyək. İndi inşallah ki, şükür Allaha yaxşıdır. Deməli, Allah şəfa versin, Allah köməyi olsun. Muay Thai'çılar da belə deyək də yarışları elə deyəsən tamamlanıbdır. Çünki bu Muay Thai Federasiyasının idmançıları Araz Musayev qardaşımızın xəstəxanaya yanına gəliblər. Oradan bir video çəkiliş var. Onu sizə göstərəcəm. Xahiş edirəm bu paylaşımı bəyənin. Bəyənən əlləriniz var olsun, barmaqlarınız qızıl olsun. Sağ olsunlar bu, yəni qabaq Muay Thai demişdim. Mən qabaq kickboxing bilirdim da, belə deyək də. İndi Muay Thai adı. Elə kickboxinglə eyni bir idman növüdür, belə deyək. Eşq olsun Muay Thai idmançılarına və ümumilikdə yumruq, təpi atan, belə güləşən oğlanlar var olsunlar. Futbolçularımız, ümumilikdə idmanla məşğul olan hər bir Azərbaycan oğulları var olsun. Belə haqqı nətər deyək də gözəl idman nailiyyətləri göstərib, gözəl idman nailiyyətləri göstərən Azərbaycan oğulları var olsun. Bir daha Muay Thai Federasiyasının prezidenti, təkrar deyirəm ki, o səhv düzəldən qaqaşlarımız var, qaqaşlar, belə deyək də, dərədə gəzən qaqaşlar. Belə adamı səhvini düzəldən qaqaşlar var. Bax, onlara demək istəyirəm ki, narahat olmayın, yəni sağ olun, Allah köməyiniz olsun. Muay Thai deyirəm. Muay Thai Federasiyasının prezidenti Araz Musayev qardaşımız, Allah şəfa versin, Allah kömək olsun. Video görüntüsünü indi mən bu danışığımdan sonra göstərəcəm. İnşallah ki, gözəl rəylər yazarsınız. Bir səfiyin biri də, görüm nə yazmış da mənim videomun altında. Bu Araz Musayev qardaşımıza dəstək videosu çəkmişəm. 6700, 6800 nə qədər baxışı var belə. 6800 nə qədər baxışı var. İlk paylaşdığım video 12 dəqiqalıq video. Kimsə deyir, hövsələm çatmır, bu nə danışır, bu nə deyir, belə təkrar belə eləyir. Onu hamı eləyir də. Əsas odur ki, əzizlərim, mən onu demək istəyirəm ki, o kimsə deyir, nəlim kiminsə adamıdır. Mən heç kimin adamı deyirəm. Mən sadə bir Azərbaycanlıyam. Sadə oğlanların həmişə istəyirəm ki, mən də yanında olam. Belə. Yəni, haqq, ədalət uğrunda çarpışan oğlanlarla mən fəxr edirəm. Mən də çalışmışam ki, nəysə elə olam, alınmadı da, məndə alınmadı. Neyniyim? Allah belə Azərbaycanımızın sağlam, qüvvəli oğlanlarını həmişə var eləsin, həmişə qüvvətli olsunlar. Bizdən sonra böyüyən oğlanlarımız, gənc oğlanlarımız, qızlarımız belə sağlam olsunlar, belə yumruqları möhkəm olsun, sözlərinin bir təpəri olsun, hər bir şey öz yerində olsun. Mən onu arzulamışam həmişə. İndi nəlim, gəl bu səhv düzəldənlər olur, nəlim, hansısa sözün bir
dalından. Mən orada mövzu Araz Musayevdən danışıram ki, yəni bu belə gedir. O gedişatdan danışıram ki, monopoliya idmanı da monopoliyaya götürüblər. Hər bir sahənin bir monopoliyası var. Mən bundan danışıram. Mənim sözü səhv dediyim Muay Thai deməliyəm, Muay Thai demişəm. İndi olur da, insanıq da, indi həyatda. Əsas odur ki, alnımız açıq olsun. Bir də kimsə nəlim, hansısa bir səfiyin biri nəlim, bir də görürsən danışığıma deyir, danışıq tərcümə deyir, piyanskadır, nə qədər içmirsən, nəlim, nə içmirsən. Səfi, özün içki, piyanskasan əlbət, ya belə, mənim danışıq tərcüm belədir. Mən yenə deyirəm, mən içirəm, niyə içmirəm? Ağbulaq suyu, qarabulaq suyu, damla suyu, damcılı suyu, poylu suyu, sonra haraydı? Aşağı salalım suyundan, ondan sonra Bayram bulağının suyundan, Səyalı bulağının suyundan, Sahara deyim, Moru bulağının suyundan, belə mən belə şeylər içirəm. Yoxsa səni kimi gedib nəlimə zirzibirli sudan içmirəm. Belə. Əsas salamatçılıq olsun. Allah bir daha Araz Musayev qardaşımıza Muay Thai, indi yenə Muay Thai deyəcəydim. Muay Thai Federasiyasının prezidenti Araz Musayev qardaşımıza da Allah kömək olsun, bir daha Allah şəfa versin. İdmançıları gəlib görüşürlər. Baxın, fikirlərinizi yazarsınız rəy bölümündə. Allah şəfa versin. Allah kömək olsun. Wi-Fi